Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Texnika Bankda yarım milyon əmanətinin olması yeni mövzu deyil. Bir neçə il öncə bu haqda mətbuatda yazılıb və saytın mənşəyi haqda müxtəlif mülahizələr səsləndirilir. Deyilənə görə bu məbləği Əli Kərimliyə Londonda yaşayan ərəb bacanağı bağışlayıb. İnandırıcı görünmür. Yarım milyon dolları ərəb bacanaq niyə bağışlasın? Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu günlərdə Media Türkdə bu haqda danışıb. Onun sözlərinə görə Əli Kərimlinin qayını Elnur Seyidov vaxtilə Texnika Bankda yüksək vəzifə tutub. AXCP sədri qayınının vasitəsilə 500 min dolları sözgedən bankda əmanət kimi saxlayıb. Hər ay o 25 min dollar faiz götürürmüş. Sərdar Cəlaloğlu iddia edib ki, Texnika Bank çirkli pulların yuyulmasında iştirak etdiyi üçün ABŞ-ın tələbi ilə bağlanıb. Elnur Seyidov 2012-ci ildə MTN tərəfindən həbs olunub. O uzun illər dustaq həyatı yaşayıb. Elnur Seyidov Texnika Bankın Yasamal filialında rəhbər vəzifə tutub. Xatırladaq ki, Texnika Bankın rəhbəri Etibar Əliyev 2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi əməliyyatı zamanı saxlanılıb. Uzun müddət MTN-nin təcridxanasında qalıb. Həbsdə olarkən bank ondan alınıb. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin nəzarətinə keçib. Cahangir Hacıyevlə sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov quda olublar. Onlar birləşərək Azərbaycanın ən böyük banklarından sayılan Texnika Bankı ələ keçiriblər. 2015-ci ildə Eldar Mahmudov vəzifədən çıxarıldıqdan, Cahangir Hacıyev həbs edildikdən sonra Etibar Əliyev yenidən bankı nəzarətinə keçirə bilib. Amma həmin il ardıcıl devalvasiya olduğu üçün reanimasiyadan yeni çıxmış Texnika Bank müflis olub və bağlanıb. Deyilənə görə bankda xeyli sayda hüquqi və fiziki şəxsin əmanəti batıb. Mətbuat Əli Kərimlinin qayınının Texnika Bankda rəhbər vəzifə tutmasını uzun müddət müzakirə etdi. Müxalifət liderinin yaxın qohumunun belə yüksək vəzifə tutmasının Azərbaycan reallığında mümkün olmadığı vurğulandı. Ona görə də media bunu Əli Kərimli ilə Etibar Əliyevin gizli əlaqəsi kimi təqdim edirdi. Amma bu iki şəxsin arasında hər hansı əlaqənin olmasına dair fakt təqdim edilmədi. Statın sonu. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.